Bir səhər oyanırsan, amma özün deyilsən. Gözlərini açırsan, amma baxdığın dünya yad gəlir. Üzlər sənə gülümsüyür, adını çağırır, amma sən o adın kimə aid olduğunu bilmirsən. Sanki səni kiminsə həyatına qoyublar, amma o həyat sənlik deyil. Mən bir gün oyananda sadəcə nəfəs alırdım, amma kim olduğumu xatırlamırdım. Mənim dedikləri o qadın kim idi? Mənim dedikləri o balalar kim idi? Niyə hər şey mənim üçün yad, amma bir o qədər də tanış idi? O anda anladım ki, yaddaş bəzən bir dəftər deyil, bir ruhun işığıdır. O sönəndə sən qalır, amma özün yox olursan. Günlərlə eyni sualı verdim özümə. Mən kiməm? Bu sual beynimdə deyil, qəlbimin dərinliyində səslənirdi. Hər nəfəsim, hər baxışım bir cavab axtarırdı. Ancaq yaddaşım susurdu. Və mən susduqca içimdə bir ağrı böyüyürdü. Kim olduğumu deyil, kim olmadığımı dərk edirdim. Zaman keçdikcə anladım. Bəzən yaddaş silinsə də, ürək heç nəyi unutmur. Mən balalarımı tanımadım, amma gözlərində bir istilik hiss etdim. Adlarını bilmirdim, amma sevgilərini tanıdım. Və onda başa düşdüm ki, insan kim olduğunu beynində deyil, ürəyində tapır. Mən geri qayıtdım. Amma əvvəlki mən kimi yox, daha dərin, daha fərqli, daha dəyərli, daha güclü biri kimi. Bəli, o güc ki, sanki önündə nə varsa paramparça etmək gücə malik olur. Çünki mən bilirəm, həyatda ən böyük möcüzə yaşamaq deyil, yenidən doğulmaqdır. Yenidən güclənməkdir. Bu bir yazı deyil. Bu, bir güclü qadının yaranma səbəbidir. Yaranma anıdır. Özünü itirib, yenidən tapan bir ruhun sükutundan doğulan fəryaddır. Çünki bəzən həyat səni sındırmaq üçün yox, yenidən yaratmaq üçün yıxır. Yenidən yaratmaq üçün yıxır.